Gödürlər 20 manat, 30 manatla publarda oxuyanlardan söhbət gedir də. O qədər publar var ki. Niyə onu oxuyursunuz ki? Biz əziyyət çəkmişiz, zülüm çəkmişik. Mən icazə vermişəmsə xoşlamıram. Hansı müğənni verir, mən mahnılarımı icazə... Kimdə də görsəm qadağa qoyacam. Allah and olsun ki, bu gündən sonra kimi görsəm ki, mənim minusumu götürüb oxuyur, get, pul yığ, qazan, get, öz mahnın olsun, öz mahnını oxu da. Niyə onun bunun mahnısını oxuyursan ki? Bir dənə qız var idi, da sevgin ağlıma zapredi qoyuruq. YouTube kanalım mənim rəsmi kanalımdır. Mən müraciət edirəm ki, bağlayın da o kanal, onun oxuduğunu vurun, bağlayın. İstəmirəm. O mahnı mənimdir, mən icazə, mən belə xasiyyətli insanam. Kim mənə qoyub nə deyir desin, istəmirəm. Çünki mən əziyyətlə gəlmişəm, əziyyət çəkmişəm. Azəristar yarışmasının qalibi olmuşam, birincisi olmuşam. Hansı ki, onda mənim heç nəyim yox idi. Heç bir dəstəyim yox idi. Prodüser götürdüm özümə. 2 il o prodüserlə çalışdım. Elə Azəristarda ola-ola mənim prodüserim var idi. Olmaz axı, mən zülüm çəkə-çəkə gəl. Sonra da gəlsinlər sənin mahnının minusunu oxusun, bərbad hala qoysunlar. Olmaz. Mən kimi görsəm oxuyur, mən blokladacam. İstəmirəm. Mən mahnım yalnız mən oxuya bilərəm. Başqa heç kəsə də icazə vermirəm. Qoy mən kim necə başa düşür, anlayır, anlasın. Hərənin bir fikri var, düşüncəsi var.